Birbank Visa kartları ilə xarici saytları olan və xaricdə etdiyin ödənişlərin sənə düz 10.000 manat qazandıra biləcəyindən xəbərin var. 19 may 30 iyun tarixləri aralığında Birbank Visa kartları ilə xarici saytlarda, eyni zamanda xaricdə postterminal vasitəsilə etdiyiniz ödənişlərə görə xüsusi Bir Dünya Fürsət kampaniyasına qoşulmuş olursunuz. Bu kampaniya şərtləri çərçivəsində ən çox xarici saytda xərcləmə eləyən 5000 nəfər və ən çox xaricdə xərcləmə eləyən 500 nəfər müxtəlif pul mükafatları qazanırlar. Kampaniyanın şərtləri heç bir təsadüfi seçim tələb etmir. Burada qayda sadədir. Nə qədər çox xərcləmə etsəniz, xərcləmə edənlər arasında o qədər önə çıxmış olursunuz. Məsələn, sonda ən çox xərcləmə eləyənlər arasında birinci olsanız 10.000 manat, ikinci olsanız 3.000 manat, üçüncü olsanız 2.000 manat qazanmış olursunuz. Bu mükafatlar ayrılıqda hər iki kateqoriyaya aiddir və hər kateqoriyanın öz qalibləri olur. Eləcə də mükafatlar xarici saytlara ödəniş kateqoriyasında 5000-ci, xaricdə olan ödənişlərdə isə 500-cü sıraya qədər davam edir. Hansı sıranın nə qədər pul qazandığını bilmək istəyirsinizsə, onu təsvirdə yerləşdirəcəm. Bəs əsas sual, neçənci sırada olduğumu necə öyrənə bilərəm? Bunun üçün birbank.az Bir Dünya Fürsət linkinə daxil olub əvvəl PIN kodumuzu, daha sonra doğum tariximizi yazıb sorğuluyuruq. Açılan ekranda həm xarici saytlara görə etdiyimiz xərcləmələrdə sıramız, həm də xaricdə etdiyimiz xərcləmələrdə digər ödəyicilərlə müqayisədə yerimiz görünür. Əgər burada xarici saytlara görə olan xərcləmə sıralamasında ilk 5000 yerdən birinə, xarici olan xərcləmələrdə isə 500 yerdən birinə sahib isə, deməli mükafatçılar sırasında yer ala biləcəyik. Yox, əgər bu sıradakı yerimiz mükafatçılar siyahısında deyilsə, sadəcə xərcləmələri artırmaqla sıralamada yüksəlmək də mümkündür. Bir daha əlavə edeyim ki, bu yarış Birbank Visa taksit və Visa debet kartlarını əhatə edir. Kampaniyanın digər şərtləri ilə bağlı linki də açıqlama qismindən tapmaq mümkündür. Xüsusi olaraq qeyd edim ki, bu video Azərbaycanın reklam haqqında qanununa əsasən Birbankla tərəfdaşlıq çərçivəsində hazırlanıb.